Hörmətli Şəbabu əhli, Ali icazə verilsin hər birimizi şəxsən öz adımdan, bugün burada iştirak edən bizim böyük mazur qamlarının adından, daimi sizdən ünsiyyətli olan xidmət təşkilatlarının rəhbərlərinin adından salamlayın və hər birimizə uğurla və bugünkü görüşümüzə daha yüksək fəallıq arayalım. Bilirsiniz ki, görüşlər daimi xarakter alır. Daimi xarakterini deyirəm ki, Cənab Prezidentin deyirəm ki, ən bir nömrəli nəzarətində olan və administrasiyanı razılaşdırılmış qrafik əsasında olan görüşlərdir. Bu görüşlərin əhəmiyyəti ondan ibarət ki, kəndlərdə olan problemlərin həlli, kəndlərdə yaşayan əhali ilə birlikdə araşdırılmaqla onun həllindən nail olmaq. Bir də o aşağıda çaylaqda val vurmaq lazımdır, bütün torpaqları aparıbdır orada. Es gəldi, bir 3-4 saat işlədi, çıxdı, getdi, ondan o düzəldi.